Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı siniflər üçün böyük summativ qiymətləndirmə 1-in B variantı suallarının izahlarını paylaşacağam. Bu videodan əvvəl 6-cı sinif BSG 1 A variantı suallarının izahlarını paylaşmışam. Əvvəlki video daxil olaraq ona da baxa bilərsiniz. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşdığımız bu ödənişsiz videolardan faydalanmaq olar. Gəlin vaxt itirmədən keçək sualların izahına. Maralyan mətnidir. Qocalar deyirlər ki, keçmişdə Maralyan kəndinin cəmaatı əkinçiliklə məşğul olurmuş. Ancaq əkin sahəsi azlıq etdiyindən yaxınlıqdakı kiçik meşəni yandırmağı qərarı alırlar. Kənd cəmaatının ağsaqqalı dünya görmüş bir adam idi. Nahaq işə yol verməyən, gücsüzü güclüyə döydürməyən, ədaləti insaf tərəzisi bilən bu qoca ehtiyatla yeriyirdi ki, ayağının altında bir günahsız qarışqa belə qalıb əzilməsin. Ona görə el ağsaqqalı rəiyyətinə deyir: Onsuz da ağacı yandıranda günaha batacaq. Bari elə eləyin ki, heyvanat aləmindən bir canlı qalmasın. Hamısını qovub kiçik meşədən böyük meşəyə köçürün. Yeri şumlayıb taxıl əkirlər. O ili yaxşı buğda yetişir. Oraqlar işə düşür. Sarı buğda xırmanlarda taylanır. Hamı bol məhsula sevinir. Camaat məhsul bayramına toplaşıb şənliyə başlayır. Bu ara kəndlilərdən biri yanıb kösəvə dönmüş bir maral balasını ağsaqqalın hüzuruna gətirib günahkarın tapılmasını tələb edir. Elə bir şənliyə su səpilir. Hamı yanmış maral balası üçün heyfsilənir. İş bilənlər aydınlaşdırır ki, heç kim maral balasına qəsd etməmişdir. Sən demə, körpə dərəyə sıçrayarkən burxulub, ayaqları sınmış, qaçıb, canını alovdan qurtara bilməmişdi. El ağsaqqalı kədərlə köksünü ötürüb deyir: Bilmədim, maral yanar. O gündən həmin kənd ağsaqqalın sözü ilə Maralyan adlanır. Birinci sual. Camaat ağsaqqalın məsləhətini canbaşla yerinə yetirir. Sonra meşəyə od vururlar. Verilmiş nümunənin mətnin hansı hissəsini artırmaqla onu genişləndirmək olar? Qocanın məsləhətindən sonra. El ağsaqqalı rəiyyətinə deyir ki, onsuz da ağac yandıranda günaha batacaq. Bari heyvanları kiçik meşədən böyük meşəyə köçürün. Bunun davamınca onu yazmaq olar. Bu da ikinci abzasa təsadüf eləyir. Ona görə ikinci abzasdan sonra cavab B bəndi. Hansı atalar sözü mətnin ideyasına uyğundur? Anasından ayrı düşən quzunu qurd yeyər. Yurtdan çıxsan da eldən çıxma. Sonra böyüyün sözündən çıxmazlar. Kiçikdən xəta, böyükdən əta. Sonrakı peşmançılıq fayda verməz. Bəli, cavab Y-dir. Sonrakı peşmançılıq fayda verməz. Yəni maral artıq geriyə qayıtmaz. Mətnin birinci abzasında işlənmiş məcazi mənalı ifadələri göstərin. Deməli, birinci abzasda deyir ki, qocalar deyirlər ki, keçmişdə Maralyan kəndinin cəmaatı əkinçiliklə məşğul olmuşdur. Burada baxın, bu hissədə deyir ki, nahaq işə yol verməyən, yol vermək burada məcazi mənalı sözdür. Bir də ədaləti insaf tərəzisi bilən bu qoca. Yol verməyən və insaf tərəzisi ikisini götürmək olar A variantı. Verilmiş səbəbə uyğun gələn nəticə hansı variantda verilib? Bari elə eləyin ki, heyvanat aləmindən bir canlı qalmasın. Hamısını qovub kiçik meşədən böyük meşəyə köçürün. Bunun nəticəsi nə olur? Ona görə də el ağsaqqalı rəiyyətinə deyir, yox. Camaat məhsul bayramına toplaşıb şənliyə başlayır, yox. Yeri şumlayıb taxıl əkirlər. Bu doğru fikirdir. Çünki baxın, mətndə birbaşa qocanın məsləhətindən sonra nə baş verir? Bu hissədə deyir ki, kiçik meşədən böyük meşəyə köçürün və davamınca yeri şumlayıb taxıl əkirlər. Ardıcıllıq önəmlidir burada, ona görə C variantı bizim düzgün cavabımızdır. Sarı buğda xırmanlarda taylanır, yox. Camaat ağsaqqalın məsləhətini canbaşla yerinə yetirir. Əslində yerinə yetirir, doğrudur. Amma bu mətndə birbaşa verilməyib. Ona görə də Y variantını götürmək olmaz. İkinci abzasda işlənmiş əks mənalı sözləri tapıb yazın. İkinci abzas deməli bu hissədir. Onsuz da ağacı yandıranda günaha batacaq. Bari elə eləyin, heyvanat aləmindən bir canlı qalmasın. Hamısını qovub kiçik meşədən böyük meşəyə. Kiçik, böyük. Bir-biri ilə antonimdir. Kiçik və böyük. Mətni hissələrə bölün və uyğun plan tərtib edin. Hissələr deməli mətnin giriş hissəsi yazaq buna. Sonra əsas hissə yazaq və nəticə yazaq. Giriş hissədə söhbət nədən gedirdi? Kənd cəmaatının əkinçiliklə məşğul olmağa əkin sahələri azlıqdır. Azlıq təşkil edirdi və bunun üçün meşəni yandırmağa qərara alırlar. Əkin sahəsi üçün meşənin yandırılması. Deməli, bunu biz yaza bilərik ki, kiçik meşənin
Yandırılması. Yandırılması. Daha dəqiq olaraq yandırma qərarı yazaq buna. Yandırma qərarı. Əsas hissədə nə baş verir? Meşəni yandırırlar və oradan canını qurtara bilməyən bir maral balası olur. Elə ona yazırıq yanmış maral balası. Maral balası. Nəticə hissəsinə nə yazırıq? O gündən həmin kəndin ağsaqqalın sözü ilə Maralyan adlanır. Maralyan kəndin adının mənası. Bu formada adlandırmaq olar. 7. Mətnin fərqləndirilmiş hissəsində olan məcazi mənalı ifadələri seçib yazın. Deməli, fərqləndirilən hissə cəmaatla başlayan cümlədən başlayır. Cəmaat məhsul bayramına toplaşıb şənliyə başlayır. Bu ara kəndlilərdən biri yanıb kösəvə dönmüş bir maral balasını ağsaqqalın hüzuruna gətirib günahkarın tapılmasını tələb edir. Elə bir şənliyə su səpilir. Baxın, şənliyə su səpilmək. Bura yazırıq, su səpilir. Su həqiqi mənada səpilir necə? Yerə su səpirəm, amma şənliyə gətirib su səpirəm ki, demək ki, burada şənliklərin kefinə su səpilir mənasında işlənib. Hamı yanmış maral balası üçün heyfsilənir. İş bilənlər aydınlaşdırır ki, heç kim maral balasını qəsd etməyib. Sən demək körpə, dərəyə sıçrayarkən körpə. Burada maral balasının körpə deyilməsi məcazdır. Çünki körpə insanlarla əlaqəli işlənən ifadə həqiqi mənada olur. Burada məcazi mənada işlənmişdir. 8-ci sualdan davam edirik. Hansı cümlədə bütün sözlər yalnız isimdən ibarətdir? Bayramda küsülülərin, baxın, küsməkdən küsü, küsüllü, küsüllü sifətdir, isim deyil, agentdir. Dəmir qapının açarı Lətifin cibindədir. Dəmir isim, qapı isim, açar isim, Lətif isim, cib isim. Burada hamısı uyğundur. Yuxarılar məsələlərdən xəbərdardır. Yuxarı sözü elə yer zərfidir, C olmaz. D bəndində oxumaq hər kəsin gündəlik işi olmalıdır. Oxumaq feildir, məsdərdir, olmaz. Getmək istəyirsən, get gülə-gülə. Getmək özü elə feildir, olmaz. Deməli, burada doğru cavabımız olacaq B variantı. 9. Sual işarəsinin yerinə uyğun gələn sözlər. Düzəltmə isim, düzəltmə sifət, düzəltmə say istəyir bizdən. Əkin sözü əkməkdən əkin. Üçüncü, üç sayından üçüncü. Üç rəngli, bu mürəkkəb sözdür. Düzəltmə istəyir bizdən. Üç rəngli heç birinə uyğun gəlməyəcək. Birinci, bir sayından birinci. Yaşıl sadədir, milli. Baxın, sadə istəmir bizdən, düzəltmək istəyir. Deməli, Y də heç birinə uyğun gəlməyəcək. Milli sözü. Bu sözü əslində həm sadə sifət, həm də düzəltmə sifət kimi düşünmək olar. Düzəltmə necə? Dilimizdə mil ismi var. Məsələn, sümüklərə qoyulan mil, ölçü vahidi, mil və ya dəmirdən mil qoyulur. Mil, milli, mili olan mənasında düzəltmə sifət kimi götürmək olar. İşlək, işləməkdən işlək, məktəbli də məktəbdən məktəbli. Deməli, burada əkinlə məktəbli isimdir. Deməli, 1 A-K olacaq. 1 A-K uyğun gələn A variantıdır. Elə yalnız A-dır. 2-də düzəltmə sifətə uyğun gələ bilir. Onda Ə, milli sözü. Bir də işlək, Y. 2 Ə, Y. Düzdür. Düzəltmə saya uyğun gəlir. 3-cü və 1-ci. B, D. Bəli, burada yaşıl sadə olduğuna görə götürmədik. Üç rəngli də mürəkkəb olduğuna görə götürmədik. Bəli, cavabımız olacaq A variantı. Hansı cümlədə fərqləndirilmiş sözü həm ikinci, həm də üçüncü şəxs mənsubiyə şəkilçili söz kimi düşünmək olar? Ağzından südüyü gələn bir cavandan qorxacağam. Sənin ağzından südüyü gələn bir cavan oğlandan qorxacağam deyə bilmirəm. Ancaq onun ağzı, üçüncü şəxs kimi bu düşünülür. Yəni, həm sənin ağzın, həm onun ağzı deyib oxumaq lazımdır cümləni. Çənəni möhkəm tut, ağzından söz tökülməsin. Baxın, sən çənəni möhkəm tut, deməli sənin ağzından tökülməsin olmalıdır bu. Yalnız ikinci şəxsdir. Oxudumsa da əsərindən heç nə başa düşmədim. Oxudumsa da sənin əsərindən heç nə başa düşmədim. Oxudumsa da onun əsərindən heç nə başa düşmədim. İkisi də uyğundur. Əlində tutduğun bayraq yüksəklərdə dalğalansın. Sənin əlində tutduğun bayraq, yəni öz əlində. Bir də var, onun əlində tutduğun bayraq. İndi onun əlində bayrağı mən nətər tutum ki? O tutub da deməli onun əlindədirsə. Ona görə onun əlində tutduğun bayraq ifadəsi yanlışdır. Bu yalnız sənin əlində, yəni öz əlində tutduğun bayraq deməkdir. Əlini göyləri qaldırıb Allaha dua edirdi. İndi öz əlini qaldırıb eləyirdi, düzdür. Onun əlini qaldırıb Allaha dua eləsi deyil ki. Deməli, onun əli olmur üçüncü şəxs, yalnız öz ikinci şəxsdə olur. Deməli, burada hər ikisi uyğun gələn variant olacaq, C variantı. Hansı variantda ismin altı halında ardıcıl işlənən isimlər düzülmüşdür? Zaur hamının, hamı əvəzlikdir burada. Deməli, isim yoxdur.
Arif bədii kitabı. Bədii necə sifət gəldi burada? Ardıcıllıq pozuldu. Asil qəhrəmanlar diyarı. Qəhrəman necə? Bu da sifətdir. Deməli ardıcıllıq pozuldu. D variantına baxaq. Aytac ədəbiyyat müəlliminə kitab verdi. Bax, Aytac adlıq halda. Ədəbiyyat müəlliminə, yəni ədəbiyyatın müəllimi adlıq, yiyəlik. Yiyəlikdən sonra nə gəlir? Yönlük, müəllimi nə? Düzdür bu. Kitabı təsirlik. Evdə yerlik. Qardaşından çıxışlıq. Deməli, adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq. Sırayla hamısı işlənibmi? Bəli. Hər biri isimdirmi? Bəli. Cavab D variantı. Elçin yuxarıların dediyini, baxın yuxarı özü zərfdir, isim arıcılığı istəyir, deməli 7 olmaz. 12. Nümunələrin birində söz kökünün sahitini itirən alınma sözdə mənsubə şəkilçisi yoxdur. Qoynunda yer vardır. Qoyun sözü ümumiyyətlə millidir, alınma deyil. Burada deyir ki, söz kökünün sahitini itirən alınma sözdə. Ömrün nə vaxtıdır? Ömrün vaxtı. Ömrün nə vaxtıdır? Titrəri qələm. Deməli, ömrün burada yiyəlik haldır. Mənsubiyyət deyil və alınma sözdür. B bəndi uyğundur. Könlüm keçir Qarabağdan. Mənim könlüm mənsubiyyətdir bu. Bahar fəsli yaz ayları gələndə. Baharın fəsli burada mənsubiyyətdir. O bizim nəslimizin ağsaqqalıdır. Nəslimiz, imiz mənsubiyyətdir. Yəni digər iki hecalı isimlərin hər birində mənsubiyyət var. Doğru cavabımız oldu B variantı. Ömrün vaxtı. Birində xəbərlik şəkilçisi əvəzliyə artırılmamışdır. O kimdir? Kim? Sual əvəzidir. Dırdır xəbərlik şəkilçisi var. Artırılıb. Necəsən bir ah çəkim. Baxın, necə sual əvəzidir. Sən şəxs onluğudur. Burada artırılıb. Bu gələn sənmisən? Sən əvəzlikdir və şəxs onluğu artırılıb. Deməli, C də uyğundur. Yolumuz irəlidir. İrəli zərfdir, əvəzlik deyil. Deməli, burada əvəzliyə artırılan yoxdur. Sözüm sizədir. Siz şəxs əvəzliyidir və xəbərliklə işlənib. Deməli, Y bəndində artırılma var. Cavab D variantı olacaq. Hansılar Eylerven diaqramının kəsişməsinə yazıla bilməz? İsim, sifət, say üçün ortaq olmasın. Ad bildirir. Bəli, ortaq ola bilməz. Adı yalnız isim bildirir. Əlaməti yalnız sifət bildirir. Bu da ortaq ola bilməz. Əsas nitq hissəsidir. Bəli, üçü də əsasdır. Bu ortaq ola bilər. Miqdar bildirir. Miqdar da yalnız say bildirir. Ortaq ola bilməz. Suala cavab verir. Bu ortaqdır hər üçünə. Cümlə üzvü olmaq hər üçünə ortaqdır. Ortaq olanları götürmürəm. Ortaq olmayanlar 1, 2 və 4-dür. Cavab C variantı. 15. Verilənlərdən istifadə edərək kimsə vəziyini oxuyun. Deməli, həkimdə baxın K, I, M var sırayla. 3, 4, 5. Yazıram 3, 4, 5. S. Süsəndəki S 6-dır. Yazıram 6. Və Ə hərfi lazımdır mənə. Həkimdəki Ə 2 olsun. Süsəndəki Ə yenə 2 olsun. 2-dir. 3, 4, 5, 6, 2. Cavab Y variantı. Verilmiş şəkilçilərə uyğun sözləri artıraraq cümlələri tamamlayın. Deməli, dən, qəlbimdən gələn səs məni yaz deyə əmr edir. Mənə yaz deyə əmr edir. Qəlbimdən gələn səs. İnsan həyatı nə qəribədir olar? Dən, ə. Görək, dənlə ə hardadır? Qəlbimdən gələn ə. 2 dənə dən var burada. Deməli, qəlbimdən ə. Ya 1-5 ardıcıllıq olmalıdır, ya da 7-5 ardıcıllıq olmalıdır burada. Baxaq görə variantlarda nə var? A, 1-5 var. 2-4 yox, 9-10 yox, 9-5, 5-1 də yox. Deməli, doğru cavabımız olacaq elə A variantı. 1-5. Deməli, insan həyatı nə qəribədir? B, 3-4. 3-də I olmalıdır, 4-də dir olmalıdır. 3-də I, 4-də dir olacaq. Bəli. Digərlərini tamamlasaq. Salxım söyüdün, zərif kölgəsi ilə sakit axan çay birdən nə amansız burulğanlar yaratdı da olar, yaradır deyək buna. Görə burada ır veriblər, ar veriblər. Ir veriblər, bəli, yaradır. Bu formada ardıcıllığımız olacaq. Cavabımız A variantı. 17. Tələffüz şəklində verilmiş cümləni orfoqrafik normalara uyğun yazın. Xalçaya baxanda anamdan dostumu görmək istəyib istəmədiyini soruşdum. Xalçaya baxanda anamdan dostumu görmək
istəyib istəmədiyini soruşdum. Bu formada orfoqrafik normalara uyğun yazılacaq. 18. Mətni boş xanaları dolduraraq tamamlayın. Əsas nitq hissələrindən biridir. Həmişə aid olur və onun nəsə işlənir. Əsasən əşyanın bildirir. Sifət kimi cümlədə əsasən, deməli sifət kimi deyirsə bu sifət deyil. İsim sifət kimi işlənməz. Əvəzlik də isim kimi də ola bilər, sifət kimi də. Sifət kimi işlənə bilən daha dəqiq nitq hissəsi saydır. Say əsas nitq hissələrindən biridir. Həmişə ismə aid olur və onun yanında işlənir. Əsasən əşyanın miqdarını və sırasını bildirir. Sifət kimi cümlədə əsasən təyin vəzifəsində çıxış edir. Mənaca iki növ var: miqdar və sıra sayı. Quruluşca 3 növ var. Hansılardır? Növlərin birbaşa istəyir yazaq. Sadə, düzəltmə və mürəkkəb. Olur. Növü yalnız özünə aid sözlərdən əmələ gəlir. Quruluşca düzəltmə sayılar ancaq sayıların özündən yaranır. Ona görə biz bura yazırıq ki, düzəltmə növü yalnız özünə aid sözlərdən əmələ gəlir. Yəni sayın özündən yaranır. Bu formada 18-ci tapşırığımızın cavablarını qeyd eləmiş olduq. 19. Elə cümlə yazın ki, o bu əvəzliyi cümlədə mübtəda olsa da ondan sonra vergül qoyulmasın. Olar. Məsələn, o mənim dostumdur. Qaydaya əsasən əvəzlikdən sonra əvəzlik gəlində vergül qoyula bilməz. Bir dənə də buya aid yazaq. Bu ki Əlidir. Qaydaya əsasən əvəzlikdən sonra köməkçisi nitq hissəsi gələndə vergül qoyulmaz. 2 dənə cümlə yazmaq olar. 20. İsim, say və əvəzliyin oxşar xüsusiyyətləri mövzusunda kiçik həcmli mətn yazın. Oxşar xüsusiyyətlər. Hər üçü əsas nitq hissəsidir. Suala cavab verir və cümlə üzvü vəzifəsində işlənə bilirlər. Hər üçü quruluşca sadə, düzəltmə, mürəkkəb, yəni 3 cür olur. Bu formada biz kiçik həcmli mətn yaza bilərik onların oxşar xüsusiyyətləri ilə əlaqəli. Bu videomuzun da sonuna gəldik dəyərli izləyicilər. Siz də kanala abunə olaraq, videomuzu bəyənib paylaşaraq bizlərə dəstək ola bilərsiniz. Videoların rəy hissəsində öz fikirlərinizi qeyd edin. Çoxlu rəylər yazın ki, bu videolar hər bir şagirdə gedib çatsın, kiməsə faydası dəysin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.